Bu gün mənfi yorumlarda Aysun İsmailov olacaq. Nə deyəcəydim? Sekunduşko. Mənfi yorumlara öz doğrularımla gəldim. Michael Jackson'ın bacısı. Bunu mənə çox yazırlar. Dostlarım da deyir və ən önəmlisi də balaca bacım Mehrimah mənə deyir ki, sən Michael Jackson oxşursan deyə səni sevirəm. Mən də deyirəm ki, nə olaydı? Bəxtim taleyim özüm yox, bəxtim taleyim oxşayardı belə. Dünyada tanınmış bir ulduz olaydım mən də onun kimi. Bir qadın bir ildə 2 kişiyə səni sevirəm deyirsə, vallah mən inanmıram o qadına. Əgər bir qadın ikinci dəfə sevirəm deyirsə, demək ki, birinci kişidə problem var. Və düşünürəm ki, kişilər bunu edəndə həyat, qadınlar edəndə xarakter adlanırsa, demək ki, sizin tərəzinizdə problem var. Özümü də kiməsə sübut etmək məcburiyyətində deyiləm. İnanan inanır canım. Aysun əvvəl daha zövqlü geyinirdi. Aysun hər zaman zövqlü olub. İndi hər kəsin zövqü fərqlidir də. Elə bil 60 yaşı var. Bu qızlar özlərini niyə bu günə qoyur? Yəqin ki, məni həyatda görməyiblər. Çünki məni həyatda görən hər kəs deyir ki, elə bil 19 yaşı var. Bu qədər fəsadlıq hardan dolub içinizə? Ujas. Mənə yazıblar onu. Ada mənlə olmaz. Çevir bunu, çevir bu evine də. Şöhrətpərəst, zəhləm qaçmış. Zəhləm qaçmış söz yoxdur, zəhləm getmiş söz var. Şöhrətpərəst olsaydım, inan ki, çox-çox başqa yerlərdə olardım. Son olaraq layihə haqqında fikrinizi öyrənmək istərdim. Bu ancaq səndən çıxa bilərdi. Amma maraqlı bir layihədir. Çünki insan özü ilə barışır bu layihədə. Sənə gələn mənfi yorumları qəbul edib doğru cavab verməlisən. Ən önəmlisi də budur. Təbrik edirəm. Daha gözəl layihələr gözləyirəm səndən.